Azərbaycan millisinin və Qarabağın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Çində davam etdirəcək. 29 yaşlı futbolçunun yeni klubu artıq müəyyənləşib. O, Çin Super Liqasında çıxış edən Shenzhen Peng City ilə razılığa gəlib. Transferin bütün detalları müəyyənləşib və yaxın günlərdə Bəhlul Çinə yollanaraq rəsmi müqaviləni imzalayacaq. Qarabağ bu keçiddən müəyyən məbləğdə gəlir əldə edəcək. Futbolçunun Çin Super Liqasına transferi həm onun, həm də Azərbaycan futbolu üçün yeni üfüqlər açır. Komandanın baş məşqçisi Çin millisinin sabiq futbolçusu Chen Tao əsasən yerli oyunculara üstünlük verir. Shenzhen Peng City'də həmçinin 2 Braziliyalı və 1 İsrailli futbolçu da çıxış edir. Azərbaycanlı müdafiəçinin Çinə keçidi həm komanda üçün təcrübə qazandıracaq, həm də Bəhlulu üçün yeni meydan, yeni rəqiblər və yeni macəra deməkdir. Futbol sevərlər onun Çindəki performansını maraqla izləyəcəklər.